Salam əziz tələbələr. 2026-cı il üçün artıq xətti cəbir və riyazi analiz imtahanına hazırlaşmaq üçün 700 test sualından ibarət olan PDF-iniz hazırdır. Bu PDF ilə əvvəlki 2025-ci il PDF-ni müqayisə etsək, mən orada sizə aralıq imtahana hazırlaşmaq üçün birdən təxmini 330-a qədər olan sualları izah etmişdim ki, hansı ki bunlar ilk 5 və 6 mühazirəni əhatə edirdi. Burada həmən suallar 370-dən sondadır, axırlardadır. Yəni o biri PDF-də əvvəldə idi, burada isə sondadır. Yəni bu PDF-in sonunda olan sualları hazırlaşmaq üçün siz əvvəlki izah etdiyim videolara baxa bilərsiniz. Və mən bu PDF-də demək olar ki, təxmini birdən hardasa 350-370-ə qədər olan sualları izah edəcəm. Deməli, əvvəldə olan sualların da bəziləri təkrardır. Məsələn, bu 1-2 nömrəli sualı səhv etmirəmsə, mən o birisi PDF-də izah etmişdim. Deməli, belə, izahatımıza başlaya bilərik. Birinci sualınız ondan ibarətdir ki, bir dənə rəngi buradan seçək. Birinci sualımızda funksiyanın minimum, maksimum qiymətlərinin cəmini təyin etmək soruşulur. Funksiyanın minimum, maksimumları tapmaq üçün bizə onun birinci tərtib teoreməsi lazımdır. Birinci tərtib teoreməni alaq. 3x kvadratı çıxaq 12x üstə gələk 9. Sıfıra bərabərləşdiririk ki, böhran nöqtələrini alaq. Hər tərəfi 3-ə bölsəm, x kvadrat çıxaq 4x üstə gəl 3 bərabər 0 və buradan bir teoreminə əsasən görülür ki, kökləri 3 və 1-dir. Kökləri 3 və 1-dirsə, deməli biz bu qiymətləri misalın özündə, yəni verilən funksiyanın özündə yerinə yazsaq, bunun biri minimum qiymət, digəri isə maksimum qiymət olacaq. Və bizə qalır nə? Bu nöqtələri yerinə qoyub hesablamaq. Aldığımız nöqtələri deməli yerinə qoyub, daha sonra isə artıq biz ifadələri toplaya bilərik. İkinci suala baxaq. İkinci sualımızda funksiyanın qrafikinə çəkilən toxunanın y bərabər 5x plus 2 düz xəttinə paralel olarsa, şərti daxilində toxunma nöqtəsinin bizdən apsisi soruşulur. Ümumiyyətlə, bizim axtardığımız toxunanın tənliyi kx üstə gəl 5 şəklində olmalıdır, düzdür? Və paralellik şərtinə əsasən k-lar bir-birinə bərabər olmalıdır. Deməli, artıq k-mız məlumdur ki, k 5 olacaq. Bəs bu k-nı necə tapırdıq? Biz k-nı funksiyanın teoreməsinin həmin axtardığımız toxunma nöqtəsindəki qiyməti ilə tapırdıq. Deməli, funksiya teoreməsini tapmaq lazımdır. 2x çıxaq 7. Bu funksiyamızın teoreməsidir. Bu nəyə bərabər olmalıdır? 5-ə. Burada x0 da yaza bilərəm. Deməli, 2x0-ımız neçədir? 12-dir və x0-ımız da olur bu zaman 6. Yəni, axtardığımız nöqtə 6-dır. Sonra 3-cü suala baxaq. Düz xətti parabolasının toxunanına paralel olarsa, toxunma nöqtəsini tapın. Yenə eyni sual, yenə eyni qayda ilə gedirik deməli. Nə etmək tələb olunur? Funksiyanın teoreməsini alaq. Bu funksiyanın teoreməsi bərabərdir 2x üstə gələk 4-ə. Və yenə paralellik şərti varsa, deməli k-lar bir-birinə bərabərdir. K da burada 2 verilmişdir, 2-yə bərabərdir. 2x bərabərdir mənfi 2, x də bərabər mənfi 1. X-imiz var, x varsa y-i tapmaq üçün x-i funksiyanın yerində yerinə yazmaq lazımdır. Amma buna ehtiyac da heç qalmır. Çünki zaten bir dənə nöqtəmizdə x bərabər mənfi 1 var. Mənfi 1 olsa biz yerinə yazsaq 1 çıxılsın 4, mənfi 3-ü də dəqiqliklə ala bilirik. 4 nömrəli sual. 4 nömrəli sualı əslində məntiqlə yanaşa bilərik. Burada fikir verirsinizsə x vurulsun funksiyanın teoreməsi, daha sonra x kvadrat çıx 1 vurulsun funksiyanın özü, belə bir ifadə soruşulur bizdə. Və bu da hasil funksiyasıdır. Hasil funksiyası x-lardan ibarət bir ifadələr şəklində olur. Amma nəticədə verilən cavablarda heç bir x iştirak etmirsə, deməli burada bütün ifadələr hamısı islah olunub ki, heç bir şey qalmayıb. Niyyəti ilə 0 qəbul edə bilərəm. Amma həllini də yazacam yazmağına. Deməli, birinci x-in özü qalıb burada. X-in özü nəyə vurmalıyam? Funksiyanın teoreməsinə. Gəlin bu teoreməni tapaq. Funksiyanın teoreməsi nədir? Hasil kimi baxsaq, birincinin teoreməsi vurulsun ikinci funksiya, yəni
U-nun törəməsi vurulsun V. Üstə gələk birinci funksiyanız olduğu kimi qalsın, vurulsun. İkincinin törəməsi y üstü x-in törəməsi y üstü x-in özüdür və bir dənə də onun qüvvətinin törəməsinə vurmaq lazım olduğu üçün mənfi x kvadrat bölü 2-nin törəməsi eləyəcək mənfi 2x, çünki x kvadratına görə və bölünsün mənfi 2 də öz yerində. Amma mənfinin birini yuxarıda yazmışsa aşağıda yazmalı deyildim. Və buradan nə qalır? Buradan qalır sadəcə mənfi x. Deməli, funksiyanın törəməsini aldıq. İndi gəlin bunu səliqəli şəkildə vuraq. Yazıram, x vurulsun y üstündə mənfi x kvadrat bölək 2. Sonra bu mötərizəni bura vursam nə alıram? Mənfi x kvadratı. Yenə də y üstündə mənfi x kvadrat böl 2. Bağladım mötərizəni. Üstə gələk. X kvadrat çıx 1 vurulsun funksiyanın özü. X vuraq y üstü mənfi x kvadrat böl 2. İndi buradan dediyim kimi fikir versəniz, baxın burada x vur y üstü mənfi x kvadrat böl 2. Bir dənə də buradan 1'i vursam mənfi 1 vurulsun x y üstü mənfi x kvadrat böl 2. Gördünüz, onlar bir-birini apardı. Bunu ilə bu vurmadan aldığım bir-birini aparacaq. Burada isə mənfi x kvadrat y üstü x kvadrat böl 2. X-a da vursam x-in kubu yaranır. Bir dənə də x-a vurulmuş ifadə burada var, x-in kubu. O da bir-birini aparır. Yəni, nəticədə 0 onsuz da alıram. 5-ci suala baxaq. 5-ci sualda, aman Allah, bütün funksiyaların hamısından var. Həm natural loqaritma var, həm tangens var, həm də x böl 2 funksiyası var. Yəni, mürəkkəb bir funksiyadır. Ardıcıl şəkildə gedək. Səbirli, hövsələli şəkildə biz bunu həll edək. Funksiyanın törəməsini axtarırıqsa, birinci başlayırıq nədən? Ln-dən. Ln-in törəməsi nədir? 1 bölü x-dir. Yəni, Ln-in qarşısındakı ifadə olur 1 bölünsün tangens x bölək 2. Daha sonra keçdik tangensə. Mürəkkəb funksiya kimi tangensin törəməsini almalıyıq. Tangensin törəməsi nə idi? Xatırlayaq. Tangensin törəməsi 1 bölək kosinus kvadratı x idi və burada x bölü 2 iştirak elədiyinə görə bunu da yazdıq x bölü 2 şəklində. Daha sonra x bölü 2-nin də törəməsi verir bizə elə 2-də 1, yəni əmsalı qalır. Baxaq görə burada nə gedir, nə qalır. Tangens tərifə görə sinusun kosinusa nisbətidir, düzdür? Tangens sinusun kosinusa nisbətidir. Deməli, bu kosinusla bu kosinusun biri gedəcək. Qalacaq burada 2, yəni söhbət məxrəcdən gedir. Qalır burada 2. Qalır bu sinus, tangensdən qalan sinus. Bir dənə də bu kosinusun biri getmişdi, biri qalmışdı. Kosinus x bölək 2. Və bu da bildiyiniz düsturdur, görürsünüz ki. Bu sizin düsturunuzdur. 2 sinus alfa, kosinus alfa, sinus 2 alfanın düsturudur. Alfanın yerində x bölü 2 yanırsa, 2 vurulsun x bölü 2 elə x eləyir. Yəni, sinus x alırıq. 1 bölü sinus x cavabınızı düzgün şəkildə aldıq. Keçdik 6-cı suala. Deməli, yenə birinci tərtib teoremi almalıyıq. Buradan alaq. Bu funksiyanı kosinus üstü mənfi n x kimi baxsam, qüvvət funksiyasında qüvvət gəlir qarşıya və kosinusun qüvvətindən də birini azaldırdıq, düzdür? Bir dənə də əlavə olaraq mürəkkəb funksiya olduğu üçün kosinusun törəməsi, buna bir dənə x verək, kosinusun törəməsi mənfi sinus x eləyir. Bu mənfini də burada nəzərə alsam olacaq müsbət. İndi biz bunu cavablara istinadən cavablardakı kimi yazmaq istəsək, n və sinus x qalır sürətdə. Bu kosinusu təzədən məxrəcə apara bilərəm, amma n üstə gələk 1x yazmaq şərt ilə. Çünki sürətdən məxrəcə siz düşəndə qüvvətin də işarəsini dəyişmiş olursunuz və cavabımız düzgündür. 7-ci sual. 7-ci sualda baxın, bu diferensialdır. Bizdən ikinci tərtib diferensialı istəyirsə, ümumiyyətlə yadda saxlayaq ki, d kvadratı y bərabər olur. Y-dən 2 deyirsə 2 dəfə teoremi alırsınız və yazırsınız yanında vurulsun dx-in kvadratı. Deməli, mən 2 dəfə teoremi alandan sonra bunun sonunda dx kvadrat olmalıdır. Bu da bizdə variantda neçə variantda var? 1 və 2 variantda var. 2 variantda varsa, deməli, digər variantların hamısı səhvdir.
Verilən ifadədən 2 dəfə teorema almalıyıq ki, alaq. Çətin görünsə də çətin funksiya deyil, hasil kimi baxırıq. Birincinin teoreməsi vurulsun ikinci, birincinin teoreməsi x-in teoreməsi 1 olduğu üçün heç bir şey qalmadı. Üstə gələk birinci vurulsun ikinci funksiyanın teoreməsi. Ln x-in də teoreməsi 1/x-dir. 1-in isə teoreməsi 0-dır. X-lar ixtisar getsə 1 qalar. Müsbət 1-dən -1 islah getsə sadəcə ln x qalar. Bu hələ bizim birinci tərtib teoreməmizdir. Onda ikinci tərtib teoreməmiz nəyə bərabər olacaq? Ln x-in teoreməsinə. Bu da sizə verəcək 1/x. Və 1/x harada var idi? Buradakı variantda var idi. Deməli cavabımız olur bu variant. 8-ci sualı əslində heç həll etməsəm olar. Əgər bayaq dediyimə diqqət etdinizsə ki, d kubu y-i axtaranda bu y-dən 3 dəfə teoremi almaq, daha sonra isə dx kubu yazmaq tələbini riayət eləsək, dx kubu yazılan tələb yalnız bir variantda var. Amma belə də ki, çəkin misal deyil. Bir dəfə teoremi alsaz n əvvələ gələr, x üstü n-1 alar. Bir dəfə teoremi alsaz, bir dənə də n-1 əvvələ gəlir, x üstü n-2 yaranır. Bir dənə də teoremi alanda n-1, bir dənə də qüvvət əvvələ gəlsə, x üstü n-3 olar. Yəni, istənilən halda hər bir halda bu misalı həll eləyə bilərik. Sonra 9-cu sual. Aşağıdakı düsturlardan hansı səhvdir? Səhvdir deyirsə, baxıram burada bir-birinə bənzər olan sual varmı, yoxdur. N-lərdən ibarət olduğu üçün burada ən yaxşı hal n-ə 1 və 2 verib yoxlamaqdır. Məsələn, n 1 olsaydı, ln x-in bir dəfə teoreməsi 1/x eləyir və burada n-ə 1 yazanda 1 bölünsün x alınır. Yaxşı, bəs n2 olsaydı, ln x-in teoreməsi 1/x idisə, 1/x-in də teoreməsi eləyir -1/x-in kvadratı. Amma düstura əsasən mən orada yazmalıyam 2 faktorial bölünsün x-in kvadratı. Bunlar bir-birinə bərabər deyirlər. Bunlar bir-birinə bərabər deyirlərsə, onda elə bu düstur səhvdir. Yəni, heç artıq o birisləri yoxlamağıma ehtiyac yoxdur. Yoxlamağın da qaydasını dedim. Bir dəfə n-ə 1, bir dəfə n-ə 2 verməklə indüksiya metodu ilə bunun düzgün olub-olmadığını araşdıra bilərik. 10-cu sual. Parametrik funksiya üçün verilən sualdır. Parametrik funksiyanı xatırladım. Nə etmək lazımdır? Sürətdən y-ə görə teorem alırıq. Məxrəcdə isə verilən x funksiyasından teorem alırıq. Y belə bir funksiyadır. T parametrinin aslı funksiyadır. Teoreməsini alaq. 1-in teoreməsi 0. Kosinüsün teoreməsi -sinus t. Keçdik x-a. T'nin teoreməsi 1, sinusun da teoreməsi kosinus t. Sadə bir şey. Harada var? Bəli, bu variantda var. Cavabımız deməli düzgündür. 11-ci sual qeyri-aşkar şəkildə verilən funksiyadır. Xatırladaq ki, bu nə deməkdir? Fx, y bərabərdir 0 şəklində olmalı. Deməli, bu 9-u sağ tərəfə keçirmək lazımdır. Onda fx, y-niz olacaq x kvadrat üstə gəl y kvadrat çıx 9 belə bir ifadə. Və funksiyanın teoreməsini alanda düsturumuz belədir. -f x-a görə teoremə bölünsün f y-ə görə teoremə. Mənfi qaldı yerində. Əgər x-a görə teoremə alıramsa, mən burada x-a əsas dəyişən kimi baxıram, y isə parametr ədəd olaraq hesab eləyirəm. Və bunun da teoreməsi 2x eləyər. Y-ə görə teorem alanda isə y artıq bizim üçün dəyişəndir və bunun da teoreməsi 2y eləyir. 2-lər ixtisar getdi. Qaldı -x bölək y. 12-ci sualımız z funksiyasından, deməli, y-ə görə birinci tərtib teoremi alırıq. Bu z onsuz da yalnız y-dən asılı bir funksiyadır. Yəni, bunu xüsusi teoremə kimi yanaşmasaz da olar. Sadəcə hasil funksiyasının teoreməsini alırıq buradan. Birincinin teoreməsi kök 6 y-in teoreməsi 1/2 kök 6 y vuraq. İkinci funksiya arcsinus y üstə gələk. Birinci funksiyanız olduğu kimi qalsın. Arcsinus y-in teoreməsi isə 1 üstə gələk y-in kvadratı idi. Və burada görürük ki, elə hazır bizim cavabımız bu şəkildə də var. Yəni, heç bir sadələşmə, yəni nə isə etməyə gərək yoxdur. 13-cü sual.
13-cü sualın ümumi qaydasını deyəcəm, amma burada çox yaxşı bir cavabı yadda saxlamaq üçün yaxşı bir yolumuz var. Ümumiyyətlə delta y nə deməkdir? Delta y f x üstə gələk delta x çıxılsın fx deməkdir. Delta x-dəki elə delta x-dir. Yəni deməli delta x-a bunu bölməliyəm. Yəni arqument artımı. İndi fikir verin, sürətdə funksiyadan ibarət olan bir ifadə alacağım. Məxrəcdə isə delta x olmalı. Və variantlara baxın, görün burada neçə variantda bölmə var, delta x-a bölmə var. Burada sinusun içindədir, bu səhvdir, bu deyil. Digər variantlarda yoxdur. Yalnız onsuz da burada bir variantda var. Baxın, yalnız bir variantda funksiya artımına bölmə hissəsi varsa, bu düzgün cavabdır. Amma həlli dəqiqliklə almaq istəsəniz, həlli dəqiqliklə yazaraq. Sinus funksiyası olduğu üçün bu sinus x üstə gələk delta x oldu. Sürətdə çıxılsın. Yenə də sinus x-in özü. İndi burada bir xatırlatma verim. Sinusun fərq düsturundan siz hasilə gələndə nə edirdiniz? Yazırdınız 2 sinus fərqin yarısı. Bunları bir-birindən çıxırdıq. X-lar gedirdi, qalırdı delta x-in yarısı. Kosinus cəminin yarısı. Toplasam 2x eləyər. 2x-in yarısı x-dir. 2x plus delta x eləyəcək. 2x-in yarısı elə x. Delta 2 aldım. Yəni onsuz ki bu ifadəni dəqiqliyindən aldım. Və bölünsün nə? Yenə də delta x. Gecə yardına düsturlardan hansı səhvdir deyə soruşulur. Baxıram ki, burada 2 dənə eyni düstur var. S böl U, S böl U funksiyası. Burada hələ dəqiq deyil ki, S funksiyası sadə funksiyadır, yoxsa yox. Ona görə bu iki funksiyanın əgər nisbəti kimi baxırıqsa və ya daha doğrusu U funksiyası sadə deyil, mürəkkəb funksiya olduğunu da nəzərə almaq lazımdır. 1 böl U kimi baxsaq, 1 böl U-nun törəməsi mənfi 1 böl U kvadratdır. Bir də əlavə olaraq U özü bir funksiyadırsa, hansı bir mürəkkəb funksiyasıdır. Əlavə olaraq biz ondan da bir dənə törəmə almalıydıq. Fikir verin, burada bu yoxdur, amma burada isə o nəzərə alınıb. Deməli, bu düzgündür və sonuncu variantınız bu zaman səhvdir. S sabiti kənara çıxır, onun törəməsinə vurulur. Bu düzdür, mürəkkəb funksiya kimi baxsaq, f-dən törəmə alırlar, sonra f-dən törəmə alırlar. Bu birisilər onsuz da düzdür. Funksiyanın qrafikinə apisi x bərabər x04 olan nöqtə şəklində toxunan tənliyi. Ümumi tənliyin hamısını quraq. Bir dənə xatırladım, yenə də sizə kx plus b şəklindədirsə düz xəttimizin toxunan tənliyi və bu zaman biz nə edirdik? Funksiyanın törəməsi x0 nöqtəsində vurulsun x çıx x0 və üzərinə gəlinsin bir dənə də funksiyanın özü x0 nöqtəsində. Bax, biz bunu nəzərə almalıyıq. Gəlin yazaq. Bərabərdir. Elə ardınca aparan. Funksiyanın törəməsi nəyə bərabərdir? Kök x-in törəməsi 1 bölü 2 kök altda x. X-dır. Və mən burada nə qoymalıyam yerinə? Yerinə 4 yazmalıyam. Bunun yerinə 4 yazmalıyam. Buradan nə çıxacaq? 4də 1 eləyəcək bu. Buram eləyəcək 4də 1. Vurulsun x, çıxılsın x0 demişdik. X0'nız da 4'dür. Bir də üstə gələk funksiyanın özünün x0, yəni 4 nöqtəsindəki qiyməti. Funksiya kök altı 4 nəyə bərabərdir? 2-yə bərabərdir. Deməli, bir dənə də üstə gələk 2də 1. Bunu sadələşdirsəm nə alıram? Alıram 4də 1 x çıx 1 üstə gəl 2, bu da eləyir üstə gəl 1. Bu da cavabım. Mən əgər sürətli şəkildə deyirəmsə, siz bunu çalışın, özünüz də yazasınız, həllinə baxasınız. Və yaxud da ki, nəsə aydın olmayanda kommentariyada sual yaza bilərsiniz, heç bir sıxıntı yoxdur. 16-cı suala baxıram. Bundan izah etmişəm artıq, parametrik şəkildə verilən funksiyadır. Parametrik şəkildə verilən funksiyanın sürətdə y-ə görə, y-dən t-yə görə törəmə alırlar, məxrəcdə isə x-dan t-yə görə törəmə alarlar, alaq. Hasil funksiyası kimi baxacam. Y üstü 3t-nin törəməsi elə y üstü 3t-nin özü bir dənə də vurulsun 3-dür. Sinus kvadrat t olduğu kimi qalar. Üstə gələk, sonra yazarıq. Y üstü 3t olduğu kimi qalar. Sinus t kvadratının törəməsinə bir dənə baxaq.
Aşağıda yazacağım, sonra siləcəm. Sinusun bir dəfə qüvvət kimi baxsam, 2 əvvələ gələr, onlar sinus t. Daha sonra isə sinus t-nin özünün də törəməsi kosinus t. Və bu sizə hansı düsturu verir? Bu sizə sinus 2t-ni verir. Bunu sildim. Eyni qayda ilə də məxrəcdə törəmə alsam, bu dəfə x-dan törəmə alıram. Y üstü 3 vurulsun y üstü 3t olacaq törəməsi. Kosinus kvadratı t olduğu kimi qalar. Üstə gələk. Y üstü 3t olduğu kimi qalar. Kosinus 3t 2t'dən, kosinus kvadrat t'dən törəmə alsam 2 kosinus t və kosinusun da törəməsi mənfi sinus t. Bu yenə də sizə düstur verir. Bu sizə mənfi sinus 2t-ni verir. Deməli, mən burada yazmalıyam nə? Çıxılsın sinus 2t. İndi burada baxın, görün nə gedir, nə qalır. Baxın, fikir versəz. Y üstü 3t-ləri ixtisar aparsaq, cavabımızda nə qalır? Qalır 3 sinus kvadratı. Üstə gələk sinus 2t. Baxın, sürət. Məxrəcdə isə 3 kosinus kvadratı çıxılsın sinus 2t. Bu da məxrəcimiz. Deməli, biz bunu tam düzgün şəkildə aldıq. Sonraki suala keçdim. 17 nömrəli sual. Bu sualda nə istəyir bizdən? D kvadratı y. D kvadratı y-isə deməli, bu funksiyadan 2 dəfə teoremi alıb, daha sonra isə dx kvadrat yazmalıyıq. Neçə variantda var? 2 variantda var. 2 dəfə teoremi alaq. Bundan bayaq əslində teoremi aldım. Sinus kvadratda bir dəfə qüvvət kimi gəlsəm, 2 əvvələ gələr. Onlar sinus x. Sinus x-in də teoreməsi kosinus x. Deməli, buradan nə aldıq? Sinus 2x aldıq. Bu birinci tərtib teoremədir. İndi ikinci tərtib teoremi almaq. O deməkdir ki, sinus 2x-dan teoremi alacağım. O da eləyəcək 2 kosinus 2x. 2 kosinus 2x. Birinci variantımız düzgündür. 18 nömrəli sual. 2 dəfə teoremi almaq lazımdır. 2 dəfə teoremə. Tangensin teoreməsi 1 bölək kosinus kvadratı 3x. Və 3x-in də teoreməsi eləyər 3. Bundan bir dəfə də teoremə alsaq, bunu 3 kosinus üstü mənfi 2 3x kimi baxsam, 3 vurulsun qüvvət əvvələ gəldi. Kosinusun qüvvətindən bir dənəsi azaldı. Vurulsun kosinusun teoreməsi mənfi sinus 3x. Bir dənə də 3x-in teoreməsi vuraq 3. İndi görün, burada əsas əmsala fikir verək ki, nə aldıq? 3 vuraq mənfi 2, vuraq mənfi 1, vuraq 3. Bu neçə eləyir? 18 eləyir. 18. Sürətdə olanlar nədir? Sürətdə olan sinus 3x-dir. Məxrəcdə olan isə kosinusun kubudur. Məxrəcə salsam, olacaq kosinusun kubu 3x. Bunu da sinus x yazım, səliqəli olsun. Deməli, cavabımız düzgündür. 19 nömrəli sual. Sadəcə birinci tərtib teoremi almaq lazımdır. Bir dəfə teoremi alırıq. Arktangensi yadımıza salaq. Arktangensin teoreməsi 1 üstə gələk x kvadratı idi. Mürəkkəb deyil, sadə funksiyadır. 7 üstü x-in də teoreməsi ilə 7 y üstü x-dir. Yəni burada əliz bir şey yoxdur. Y üstü x-in teoreməsi y üstü x-in özüdür. Və bu da cavabımız. Cavabımız oldu düzgün. 20-ci sual. 20-ci sual artıq hansı sualdır? Bu artıq sıradır. Mən hələ ki burada saxlayıram. Bu sıralar səhv etmirəmsə 20-dən 53-ə qədər 30 dənə sual var. 30 dənə sualı bundan sonraki videoda izah edəcəm.